Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün sizinlə ikinci sinif informatika kitabının üçüncü mövzusu olan qruplaşdırma mövzusu ilə tanış olacağıq. Hal-hazırda həmin mövzunun giriş hissəsində olan şəkli görürsünüz. Uşaqlar, otaq nəyə görə səliqəsizdir? Hansı səbəbə bu otaq səliqəsizdir? Bəli, çünki əşyalar otaqda dağınıq vəziyyətdədir. Yerdə olan əşyaları hansı rəflərə götürüb qoymaq olar? Və yaxud da yerdə olan əşyalar hansı rəflərdən götürülmüş ola bilər? Gəlin işarələyək. Misal üçün, bu rəfi qırmızı rənglə, bu rəfi mavi rənglə, bu rəfi yaşıl rənglə, bu rəfi çəhrayı rənglə, bu rəfi qara rənglə işarələyirəm. Gəlin görək, qutular olan rəfdən, kublar olan rəfdən hansı əşyalar götürülmüşdür? Bu əşya və bu oradan götürülmüşdür. Sonra, uşaqlar, sizcə bu hardan götürülmüşdür? Gəlincik. Gəlincik qırmızı rəfdən götürülmüşdür. Gəlincik qırmızı rəfə aiddir. Yaxşı, bəs bu? Bu, uşaqlar, buradan götürülmüşdür. Sonra, kitablar isə kitablar olan rəfdən götürülmüşdür. Topu da buraya, yəni oyuncaq rəfinə qoya bilərik. Eyni zamanda burada qoya bilərdik. Bu zaman otaq necə görünər sizcə? Səliqəli və düzgün şəkildə görünər. Demək ki, biz əşyaları daha yaxşı, daha səliqəli görünməsi üçün qruplaşdırmalıyıq. Kitablar üçün ayrıca bir rəf ayırıb, kitablarımızı ayrı bir rəfə, oyuncaqlarımızı ayrı bir rəfə yığa bilərik. Bu da o deməkdir ki, biz əşyaları oxşar əlamətlərinə görə qruplaşdıra bilərik. Yəni, bu qrupun adını da obyektlərin ümumi əlamətlərinə görə adlandırmaq olar. Misal üçün, kitab rəfində olan müxtəlif kitablar ola bilər. Sizin kitablarınızın da hamısının adı fərqlidir. İnformatika, Azərbaycan dili, ingilis dili, həyat bilgisi, təsvir incəsənət. Amma onlara ümumi bir ad verib, kitablar adı verib, kitab rəfinə yığa bilərsiniz. Dəftərləriniz, yenə də müxtəlif dəftərləriniz var. Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika. Amma bunları da dəftərlər adı altında eyni bir qrupa yığaraq daha səliqəli formada görünməsinə şərait yarada bilərsiniz. Uşaqlar, gəlin baxaq görək masanın üzərində hansı əşyalar var. Masa üzərində kitab, rəngli kağızlar, qayçı, alma, dəftər, xəttkeş, pozan, sulu boya, fırça, albom, karandaşlar, karandaş qabı və hesablama şotkası var. Bunların ümumi adını ümumi bir adla adlandırsaq, bunları necə adlandırarıq? Bunları biz məktəb ləvazimatları deyə adlandıra bilərik. İndi isə uşaqlar, gəlin tapşırıqlarımızı birlikdə işləyək. Tapşırıq 1. Deyək ki, sait və samitləri ayırın. Gəlin əvvəlcə samitləri yazaq. Samit. Samit. Samitləri yazaq. P, K, M və C. Düzdür uşaqlar, 4 dənə samit var. Gəlin saitləri də yaşıl rənglə yazaq. Hansı saitlər var? A, deyəsən, rəng seçimim yanlış oldu. Böyük rənglə yazım ki, daha dəqiq şəkildə siz görəsiniz. A, E və O isə saitdir. Uşaqlar, bura başqa hansı saitləri əlavə edə bilərik? Başqa hansı saitləri tanıyırsınız? Ö, İ, U, Ü, Ə və Ö. Gəlin tapşırıq 2-yə baxaq. Hər qrupu adlandırın. Uşaqlar, tar, qaval, kamança
və gitar var burada. Bunların ümumi adı nə olar? Musiqi alətləri olar. Burada isə müxtəlif top növləri var. Futbol oynamaq üçün basketbol, handbol oynamaq üçün toplar var. Bunların ümumi adını isə toplar qrupu kimi adlandıra bilərik. Sonra düşək aşağı 3-cü tapşırığımıza baxaq. 3 nömrəli tapşırıqda isə bizə deyir ki, obyektlərdən müxtəlif qruplar düzəldin. Uşaqlar, məsəl üçün, dairəvi obyektlər qrupu düzəltsək, topu və parabüzəni ora daxil edə bilərik. Xallı obyektlər qrupu düzəltsək, top, parabüzən və qazanı əlavə edə bilərik. Sonra xətli alətlər qrupu düzəltsək, zolaqlı alətlər qrupu düzəltsək, obyektlər qrupu düzəltsək, yol nişanı, şərf və biz burada pələngi əlavə edə bilərik. Eyni zamanda canlı və cansız əşyalar qrupu düzəltmək olar. Top, yol zolağı, şərf və qazan cansız, parabüzən və pələng isə canlı obyektlər qrupuna aid etmək olar. Sonra deyək ki, hər obyekti bir qutuya yerləşdirin. Uşaqlar, dairəvi obyekt hansıdır? Hansı dairəvi formadadır? Saat dairəvi formadadır. Alma qırmızı rəngdədir. Turş olan isə limondur. Beləliklə, bu tapşırığı da yerinə yetirmiş olduq və mövzumuzu bitirmiş olduq. Siz də evdə müxtəlif obyektlərin eyni qrupa ayırmağı öyrənin və görün evdəki əşyalarınızdan hansı obyektlər qrupu yarada bilərsiniz. Sizin də öz şəxsi əşyalarınızdan oyuncaqlar qrupu, kitablar qrupu, məsəl üçün paltarlarınızı isə başqa-başqa qruplara ayıra bilərsiniz. Qırmızı rəngli olanlar, ağ rəngli olanlar, mavi rəngli olanlar, qara rəngli olanlar deyə ayırmaq olar. Həm rənginə görə, həm formasına görə, həm də müxtəlif əlamətlərinə görə obyektləri eyni qrupda qruplaşdırmaq olar. Bugünkü dərsimiz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Gələn dərsdə görüşərik.